Xoş gəlmisiniz Gülşən xanım. Necəsiz? Çox sağ olun dəvətiniz üçün. Gülşən xanım, ilk bu sual vermək istəyirəm. Uzun müddətdir uşaq psixoloqu çalışırsınız. Bu peşə sizə nə öyrətdi? Bir Gülşən olaraq nələr dəyişdi sizdə? Çoxdankı arzum idi deyə, sırf psixoloq yox, ümumiyyətlə uşaqlarla işləmək istəyirdim. Bir böyük bağçam olacaq. Orada hansı valideynlərin həvəsi yoxdur, vaxtı yoxdur uşaqlarla məşğul olmağa, mən məşğul olacağam deyə belə bir düşüncəm var idi. Özüm tez ana olacağam, çoxlu uşağım olacaq. Bu düşüncələr həmişə var idi. Psixologiya ilə məşğul olandan sonra ən böyük çətinliyimi deyə bilərəm. Düşünürdüm ki, gələn hər kəsə kömək edə bilərəm. Və mənim üçün ən böyük çətinlik o idi ki, mən başa düşdüm, hər kəsə kömək edə bilməzsən. Və hətta 100%-ın 50%-dən çoxunu edə bilməzsən. Və bunu başa düşmək, bunu qəbul etmək, bunu bir fakt kimi qəbul etmək mənə çox çətin idi. Sonra düşündüm ki, qalan hissəyə kömək edə bildimsə, demək ki, çoxdankı arzumu yenə də yerinə yetirə bildim. Amma uşaq psixoloqi kimi onu deyə bilərəm ki, tək uşaqla işləmək çox effekt verməz. Valideyn də kömək edirsə, eşidirsə, belə loru dildə desək, ev tapşırığı verilir. Onu yerinə yetirirsə, effekt almaq olur. Digər halda isə gələn uşaqlar sadəcə belə bir güvənilən yer tapa bilər. Kiminsə onları dinləyəcəyini əmin ola bilər. Amma tam istədiyim effekt almaq istəyirəmsə, mütləq böyüklərlə də iş görülməlidir. Biz burada nə kimi problem yaşayırsınız? Dinləyirmi sizi valideyn? Ümumiyyətlə, bildiyim qədər, məsələn, mən öz sayəmdə də görürəm ki, valideyn bəzi faktları qəbul etməkdə təbii olaraq çətinlik çəkir. Üstəlik də bir, necə ifadə edim, sanki bir aqressiya da yaranır, deyilmi psixoloqa qarşı? Sanki bunu niyə gördün? Özünü mü günahkar hiss edir orada valideyn ki, mən pis anayam məsələn. Belə bir hallar olurmu sizdə? Necə baş edirsiniz orada? Belə bir düşüncə var valideynlərdə. Mən uşaq haqqında nəsə deyirəmsə, bunu uşağın problemi var kimi eşitmirlər. Siz dediyiniz kimi, sən bunları səhv etmirsən kimi eşidirlər. Yəni, uşaqda problem varsa, mən düzgün, doğru ana olmadım. Belə bir mesaj alırlar. Və sırf bizim Azərbaycanda olan problemi deyim, uşaq 99% ana ilə gəlir. Halbuki uşağın bir yox, 2 valideyni var. Və məsələn, mən həmişə deyirəm ki, mən atanı da görmək istəyirəm. Heç olmasa bir dəfə. Ola bilsin, mən dediklərimi etməyəcək. Ola bilsin, mama mənə dediyi kimi, bəs ata belədir, elədir. Ola bilsin. Amma ən azı məndən bu mesaj çıxsın. Mən öz borcumu yerinə yetirim. Ata da övladı ilə bağlı problemi eşitsin və ona düşən vəzifəni bilməlidir, düşünürəm. Və inanmazsınız. Atalar analardan daha doğru, daha düzgün məlumatı qəbul edə bilir. Və çox vaxt maraqlı faktdır. Bəli. Və çox vaxt deyirlər ki, çox sağ olun, mən çalışacağam ki, bunları edim. Və problem çox vaxt o olur ki, ana imkan vermir. Dediyi kimi atanın vaxtı yoxdur, yox. Məsuliyyətin çoxunu öz üzərinə götürür, ata bilməz, başa düşməz, bilmir, bacarmaz kimi məsuliyyəti özünə götürür. Özü də bacarmır, nə mənada bacarmır? Bacara bilməz. Çünki övladı böyütmək 2 insanın işidir. Fərq etməz, tamam, natamam ailədənmi biz danışırıq. Ümumiyyətlə 2 nəfər iştirak etməlidir. Və bunu bir tək insan üzərinə götürürsə, bunu istədiyimiz kimi edə bilməz. Gülşən xanım, çox doğru, önəmli bir nöqtəyə toxunduq. Mən çox müşahidə edirəm ki, analar həm şikayət edir ki, ata iştirak etmir uşağın tərbiyəsində, həm də biraz uzaq saxlamağa çalışırlar atanı. Necə düşünürsünüz? Bu ananın egosundan irəli gəlir, yoxsa kontrolcu bir anadır növündə, yoxsa düşünürlər ki, uşaq atanı daha çox sevər, mən sevgisiz qalaram. Hansı daha yaxın variantdır? Bu bizim mentalitetlə bağlıdır. Çünki digər ölkələrdə belə deyil. Bu SNQ ölkələrinə gəlsək, bu belədir. Biz düşünürük ki, öhdəliyin çoxu anaya düşür. Amma xaricdə, məsələn, həmin Almaniyaya getsək, yaxın Türkiyəyə getsək, orada bizim kimi deyil. Yəni 50-50 bölgü gedir.
Bəs onda niyə qadınlar şikayət eləyir? Eyni olaraq da ki, ya paralel olaraq da deyirlər ki, kişilər ancaq puldalayıcı gedir. Onda belə çıxır ki, biz qadınlar özümüz bunu elədik. Nənələrimiz, mamalarımız belə eləyib, biz də görmüşük, təkrar edirik. Və bir məsələ də var. Qadın ana olan kimi onda hormonlar ifraz olunur və xoşbəxtlik hormonu ən eybəcər övladı belə göstərəndə onu ən gözəl kimi görür. Bu oksitosin məsəl üçün ifraz olunur, digər hormonlar və anada sevgi həmin an yaranır. Normalda da heç bir patologiya yoxdursa anada. Atada isə ifraz olunmur. Yəni ata oldu deyə övladını ana sevdiyi kimi sevmir. Bu fiziologiyadır, yəni bu psixologiyadır. Onun üçün, yəni ata övladını sevmək üçün zaman lazımdır. Birlikdə nələrsə etməlidirlər. Yedizdirir, yatızdırır, oynadır və bu müddət ərzində sevgi oyanır. Halbuki bunun yaranması üçün imkan yaratmaq lazımdır ki, onda da ana özü yatızdırır, özü yedizdirir, hər şey özü eləmək istəyir, daha yaxşı bilir. Burada anası gəlir, məsələn, yeni ana olan xanımın qaynanası gəlir, nənəsi gəlir, hamı bir tərəfdən uşağa baxmağa başlayır. Ataya düşən nədir? Hətta olur ki, otaqları ayrılırlar, ata işə gedir, ayrı yatmalıdır və bu övladla ata arasında bu münasibət yaranmırsa, atada da sevginin biz istədiyimiz o anada həmin gün yaranan sevgini istəyiriksə, müddət lazımdır. Və dediyim kimi, indən sonra bəlkə dəyişiklik olar. Çünki müşahidə edirəm ki, get-gedə cavanlar yoldaşlarını uşağa baxmaqda gəzdirsin, imkan yaradır. Bəlkə bir müddət sonra bizdə istədiyimiz o level'a gəlib çatarıq. İnşallah. Mən həmişə bilirsən nə deyirəm? Deyirəm ki, uşaqla atanın münasibətində ana körpüdür. Yəni ana istəsə uşaq atasına hörmət də qoya bilər. Hətta bilirsiniz, ən belə mükəmməl olmayan ataları da analar sevdirir. Haqlıyam mı bu düşüncədə yoxsa necə? Haqlısınız nə mənada? Ümumiyyətlə bir ailə nümunəsi gətirəcəm sizə. Ata çox spirtli içkilərdən istifadə edən ata olub, amma uşaqları böyüyüb və yaxşı bir universitetə də daxil olublar, iş sahibləridir, heç vaxt atadan şikayətlənmirlər. Hələ soruşanda da məsəl üçün anadan ki, siz bunu necə bacardınız, necə elədiniz? Deyir ki, mən heç vaxt övladlarımla yoldaşımı danışmamışam. Atamız belədir. Nə pis, nə yaxşı. Bizə düşən budur, yəni belə deyərək və öz əlindən gələni edib. Deyə bilmərəm ki, o uşaqlar heç bir travmasız böyüdü və bunun korluğunu çəkməyiblər. Amma ən azından bu daha doğrudur. Nəinki ana dayanmadan övladlarının yanında atanı tənqid eləsin, səhvlərini göstərsin, nəsə tələb eləsin. Bu uşağa daha pis təsir edir. Nəinki belədir. Nə pis, nə yaxşı. Yəni bu cür. Düzdür. Çünki ananın duyğuları da uşağa ki və artıq böyümüş şəxslərdə, məsələn mən öz pasientlərimdə görürəm ki, bir müddətdən sonra anlayıram ki, bu öz dilindən danışmır, anasının dilindən danışır. Məsələn qadın şikayəti. Məsələn oğlan uşağa gəlir, artıq oğlan uşağı dediyimiz 32-33 yaşlı bir insan və atam belədir, belə elədir. Baxırsan ki, bu qadın sözləridir və bir belə deyim, qadının acısını danışır əslində. Yəni bunun heç ona adiyyəti yoxdur. Məsələn, atam gəldi, anama diqqət etmədi. Əslində bu oğlan o qədər də önəmli olmamalı idi. Yəni artıq unutmalı idi, daha öz həyatını qurmalı idi. Amma anasının dili ilə danışan insanlar məncə çoxdur hal-hazırda cəmiyyətimizdə. Belə bir məsələ də var. İki böyüyüb ailə quran insanlar çox vaxt böyüməmiş iki uşaqdır. Yəni belə deyək də, iki uşaq ailə qurub bir dənə də uşaq dünyaya gətirirlər. Və bizdə yaşanan problemlərdən biri odur ki, oğlan uşağı dünyaya gəlirsə, siz də yaxşı bilərsiniz, 3-4 yaşında identifikasiya keçməlidir və bu yaşda atanı yerini çəkib, atanın yerini tutur və ana bunun üçün hər şey edir. Yəni yoldaşını oğlu ilə əvəz edir. Və ata kənarda olduğu üçün
oğlan da üzərinə həm oğul, həm həyat yoldaşı məsuliyyətini götürdüyü üçün əlbəttə ki, özündə atanın pis olduğuna inanmalıdır. Bəli. Əks halda niyə ki onun yerini götürsün? Hətta bu oğlanlar evlənəndən sonra da böyük problemlər yaşayır. Problem yaşayır. Ana özü də məncə burada problem yaşayır. Çünki həyat görmür. Ancaq oğlunun həyatı ilə yaşayır. Ancaq onun üçün yaşayıb, yaşamağa davam edir və tələb edir ki, etdiyinin əvəzini görsün. Çünki o həyatından keçdi. İndi də oğlu həmişə borcludur. Yəni qadınlara düşən məsuliyyət elə odur ki, vaxtında həyat yoldaşından övladının yerini ayıra bilsin. Özündən övladını ayıra bilsin. Və separasiya dediyimiz ananı övladdan ayıran prosesi ilk başda edə bilən insan elə atadır. Ana üçün bu çətindir. Bu ağrılıdır, acılıdır. Başa düşürük, 9 ay gəzib, qucağında saxlayıb, süd verib. Və bunu ancaq ata bacarar. Ana imkan versə, ata bunu rahatlıqla edə bilər. Çünki o bu dərəcədə acı çəkmir ayıranda uşağı. Və bilirik ki, separasiya mütləq olmalıdır ki, uşaq normal böyüyə bilsin. Olmadığı halda çətinlik yaradır. Yəni, öz şəxsi həyatında da uşaq problem. Valideynlər, elə analar da deyir, biz pis yatırıq, biz məktəbə gedə bilmirik, biz, mən həmişə deyirəm, biz yox, uşaq. Belə bu problem var. Valideynlərdən danışmışkən belə bir önəmli, ölkəmiz üçün də çox önəmli bir mövzu var. Boşanma haqqında istəyirəm danışaq ki, boşanmanın uşaqlara təsiri nə qədər desələr də ki, artıq uşaqlar belə deyək, əvvəlki kimi qəbul etmirlər. Bundan razıyam əlbəttə ki. Amma bunu çox müşahidə edirəm ki, bəzən valideynlər uşaqla nə bunu danışmırlar, önəmli hesab etmirlər və uşağın həyatında baş verən problemlərin heç birini qətiyyən boşanma ilə əlaqələndirmirlər. Ki o prosesi uşaq atlaya bilməyib. Yəni orada qalıb və biz bilirik ki, uşaq özünlə əlaqələndirir. Axı biraz günahkarlıq hiss edir. Sanki mən nəsə eləyə bilərdim. Özümü daha yaxşı aparsaydım boşanmazlar. Yəni bir uşaq düşüncəsi var ortada. Bu situasiyalarla rastlaşmısınızmı? Necə orada кейslər var sizdə? Maraqlıdır dinləmək. Boşanan ailələrdə də uşaq özünü günahlandıra bilər. Yola getməyən, bir-birinə dözən ailədə də uşaq özünü günahlandıra bilər ki, mənə görə ayrılmadılar, həyatlarını qurmadılar, mənə görə qaldılar. Yəni, deyə bilmərik ki, o da yaxşıdır, yoxsa bu da yaxşıdır. Və boşanma sadəcə kağızda deyil, ayrı yaşamaqla bitmir. Bir evdə yaşayıb emosional boşanmış ailələr var və bunlar bizim üstünlüyümüzü təşkil edir. Yəni, söhbət bizim ölkədən gedirsə. Və uşaq onları arasında bir körpü olur. Bu da uşaq üçün çətindir. Boşanıb boşanmamağa gələndə, yəni bir yaşayıb ya yaşamamağı müzakirə eləyiriksə, mən bir tədqiqat aparmışdım və o tədqiqatda uşaqlara ötürülən qorxulara baxırdım. Təşvişli valideynləri üstün tuturduq. Amma tədqiqat zamanı ailənin tamam-natamam olduğuna baxdıq. Və gördük ki, tamam və natamam ailənin heç bir rolu yox idi. Yəni, uşağın düzəlməsində, korreksiya işində, terapiya almasında ən önəmli olan valideynlərin bir yaşayıb yaşamaması deyil idi. Valideynlərin həmin o prosesdə iştirak eləməkləri idi. Yəni, dediklərimizi eləsin, nəyə fikir versin, nələr etmək olmaz eləyən, eşidən ailələrdə yəni proses gedirdi. Və biz belə bir qərara gəldik ki, tamam-natamam dediyimiz, həmin o tamam dediyimiz, amma ailədə onsuz da natamam kimi gəlir. Ona görə biz onu yazırıq ki, tamam ailə idi. Tam ailə idi. Amma emosional natamam idi. Və bəzi natamam ailələr, amma qopmuşdular deyə, artıq bir-birlərini incitmədikləri üçün korreksiya vaxtı, terapiya vaxtı daha yaxşı nəticə vermişdilər. Və uşaq dediyim kimi burada da özünü günahlandıra bilər, orada da günahlandıra bilər. Və boşanıblarsa bunu uşağa mütləq deməlidirlər. Çox vaxt deyirlər, ata işdədir, gec gəlir, ona görə sən onu görmürsən, xaricə gedib işlə bağlı. Uşaqlar onsuz da evdə nəyinsə baş verdiyini hiss eləyirlər. Onlara deməyə ehtiyac yoxdur.
bu bilirsiz nəyə oxşayır? Ağlayan anadan uşaq soruşanda nə olub? Deyir, heç nə və göz yaşını silir. Mən həmişə deyirəm ki, siz uşaqda dissonans yaradırsınız. Gördüyünlə, həqiqətlə dedikləriniz üst-üstə düşmür. Deyin ki, ağlayıram, özümü pis eləyirəm. Ata ilə indi dalaşmışıq, küsmüşük. Səndə də dostunla belə bir hadisə ola bilər. Sən də dostunla dalaşırsan. Bizdə də indi belə bir perioddur. Bunun sənə aidiyyatı yoxdur. Sən bunda günahkar deyilsən. Böyüklərin arasında olur. İzah eləməkləri daha doğrudur. Ayrılmağa gələndə də bəzən belə olur ki, ana uşağın ata ilə vaxt keçirməsinə mane olur. Ata keçirdiyi vaxt ərzində ananın necə pis olduğunu və bunun olduğunda ananın günahkar olduğunu deyə bilər. Bunlar daha incidicidir uşağı, nəinki ailənin ayrılmağı. Düzdür, bir müddət böyüyənəcən onsuz da onlar yenə də inanırlar ki, ana ilə ata bir olacaq, bu müddət keçəcək. Amma böyüyəndə normal ayrılan ailələrə uşaq məncə ancaq təşəkkür edə bilər. Bilirsiniz Gülşən xanım, bir də nəyə fikir vermişəm. Boşanma prosesi uşaqlar üçün o qədər ağır keçmir. Bəzən nə qədər ki, boşanmış valideynin yenidən ailə həyatı qurması və yaxud da bir partnyorunun olması. Xüsusən oğlan uşaqları anasının kimlənsə münasibət qurmasında biraz narahat olmağa başlayırlar. Burada valideyn özünü necə aparmalıdır? Əgər ana özünü etdiyinə görə günahkar hesab edirsə və bunun övladına qarşı düzgün olmadığını hesab edirsə, biz bilirik ki, şübhələrimiz nədə varsa övladlarımız hər şey edib onu üzümüzə vuracaqlar, göstərəcəklər və biz bunda əmin olacağıq. Bu ilk nəyə fikir vermək lazımdır. Çünki boşanandan sonra uşağı psixoloqa aparırlar, çox sevindirici halda. Amma eyni anda valideyn özü də stabil olmalıdır ki, gələcək həyatını qura bilsin. Çünki çox vaxt boşanıb, amma terapi almayan valideyn yenə həmin həyatı yaşayacaq. Başqa rakursdan, amma həmin şey, elə bilin ki, həmin o gestalt bağlanmayıbsa, onu onsuz da həyat göstərəcək ki, bağlamalısan. Bu birinci məsələ. Digər məsələ uşaqların qəbul etməməsi. Bu da bir növ ataya qarşı səhv hərəkət kimi qəbul oluna bilər. Onlar elə düşünə bilər ki, mən bu insanı qəbul etsəm, demək ki, atama qarşı çıxdım, xəyanət etdim. Və burada atanın dəstəyi lazımdır. O da ki, yenə də bizim ölkədə, bizim mentalitetdə nadir bir şeydir ki, ata desin ki, yox, anan yeni ailə qura bilər və o insandan yola get. Bunun üçün yəqin ki, uzun müddət lazımdır. Sadəcə atanı götürməyək. Ana da ata yenidən ailə qursa, yəni eynən bunu normal qəbul edib, sevinib və övladına həmin xanımı hörmətlə qarşıla demək çox nadir görünən bir hal ola bilər. İki situasiya var, ona da istəyərdim diqqət edeyim. Çünki cəmiyyətimizdə valideynləri və təhsil işçilərini çox narahat edən iki situasiya var. Biri aqressiv uşaqlar. Bu adətən kiçik yaşda aqressiv uşaqlardan söhbət gedir. İkincisi isə manipulator uşaqlar, valideynini idarə edən. Və niyəsə valideyn, bu arada mövzudan mövzuya qaçmış olacağım, amma bu sual məni çox narahat edir. Bir peşəkar kimi sizdən soruşum. Uşağından qorxan valideynlər var. Məsələn, mən özüm üçün analiz eləyəndə düşündüm ki, böyük ehtimal ki, bilmirəm nə qədər düz düşünmüşəm bunu, bu valideynin özünün öz valideynliyinə şübhələri var. Yəni, həqiqətən mən yaxşı bir anayammı? Və uşaq bunu hiss eləyib və ara sıra o nöqtəyə basır ki, özünü pis ana hiss eləsin, mən dediyimi eləsin. Və bu cür ananı ələ ala bilib. Çünki ananın ən böyük qorxusu odur ki, onun gözündən düşəcəm, o məni pis ana sayacaq və s. və ilaxır. Və bu manipulator uşaqların əlindən təhsil işçiləri, müəllimlər, cəmiyyət çox əziyyət çəkir. Çünki valideynə şikayət eləyə bilmirsən. Uşaqdan qorxur. Və ikincisi də aqressiv uşaqlar. Bunlar haqqında seansınızda gəlir bu uşaqlar yəqin ki, nələr deyə bilərsiniz? Biri aqressiv uşaqlarda gəlir, pedaqoji boşluq olan uşaqlarda gəlir. Mən onlara tərbiyəsiz deməzdim, deyilləri tərbiyəsiz uşaqdır. Mən elə deməzdim. Sırf pedaqoji boşluqlar var və hər ikisində çox vaxt mən valideynə deyirəm ki, mən uşağı tərbiyə etmirəm. Yəni, mən uşağa söymək olmaz, vurmaq olmaz, bu cürə təlimlər keçmirəm. Bu mənim işimə aid deyil.
Bunu edən ancaq valideyndir. Yəni məktəbdən öncə belə bunu uşağına öyrədən ilk valideyndir. Əgər bu boşluğu buraxıb 6-7 yaşa çatdırmısınızsa, hələ də nəsə düzəltmək olar. Yeniyetməli yaşınacan vaxt var və düzəldə bilərsiniz. Necə? Üçümüz bir yerdə. Yəni ana, ata və mən. Sonra isə uşaq. Çünki uşaqlar harda necə olar çox gözəl bilir. Yəni hətta otağıma girəndə biz ikimiz qalanda qaydalara çox gözəl riayət edə bilirlər. Demək ki, etmə bacarıqları var. Sadəcə olaraq hardasa özlərini üstün tutublar və bunu ediblər, bacarıblar, elə də davam edirlər. Və valideynlərə deyirik, başa salırıq ki, ambivalentsiz, hə yox olur, yox hə olur, struktur yoxdur, iyerarxiya yoxdur, qayda yoxdur, disiplin yoxdur. Mən demirəm ki, uşağı döyməlisiniz, bağlamalısınız, hər şey yox deməlisiniz, amma qayda evdən başlayır və o qayda hamı riayət eləməlidir. Məsələn, döymə deyib, amma özünüz uşağı döyürsünüzsə, boşdur bu qayda. Telefonda çox oturma, özün oturursansa, bu da qayda boşdur. Onsuz da uşaq bunu edəcək. Kol içmək olmaz, deməli hamıya olmaz. Evdə belə bir qayda var. Və görürəm ki, valideynə həmin evdə olan qaydaları, həmişə deyirəm ki, mənim qaydam sizin qayda ilə üstün düşə bilməz üst-üstə. Mən sizə deyim, mənim evimdə bu qaydadır, heç kəs deyə bilməz. Sizin öz dəyərləriniz var. Və gəlin burada qaydaları quraq. Mən sizi inandırım ki, onlar 5 qayda çıxarda bilmir. Evdə 5 qayda hansı ola bilər? Ya hədsiz dərəcə çox olar, olmaz deyirlər, deyirəm, yox. Vacib 5 dənəsini deyə bilərsiniz mənə ki, bundan başlayaq. Sabahdan bu 5 qayda. Sonra deyirəm, bu 5 qaydaya görə uşaq nə cəza alacaq? Onu öncədən bilməlidir. Siz maşını hardasa parkovka edəndə bilirsiniz, ştraf nə qədər olacaq. Eynən uşaq da bunu bilməlidir. Siz qaydanı demirsiniz, cəzanı demirsiniz. Anında partlayıb, ya döyüb, ya özünüzdən belə bir cəza çıxardı. Bir ay telefon olmaz. Uşaq bunu bilirdi, bilmirdi. Amma öncədən dediniz, qaydaya uymadı. Cəzanı verdiniz və durdunuz cəzanın üstündə, dediyiniz sözün üstündə durdunuz. O zaman uşaq bilir ki, qayda var, cəza var, mama dedi, mama elədi. Onda əlbəttə məktəbdə də qaydalara uymaq daha asan da olacaq. Amma evdən başlayır. Biz bir çox şeyi məktəbin üstünə atırıq ki, məktəbdə müəllimlər belə, digər uşaqlar elə, amma tərbiyə ilk evdən başlayır. Və burada dediyim kimi valideynlər, sonra belə bir məsələ var. Ana dediyini ata deyir yox, ata hə dediyini ana deyir yox. Heç aralarında belə eyni qaydaya razılaşa bilmirlər. Məsələn, ana deyir, xoşlamıram dalaşır, deyirəm, cəzalandırıram, döyürəm. Ata deyir, dalaşsın da, oğlandır, mən icazə verirəm. Bu psixika üçün daha ağırdır, nəinki hansısa qayda olmağı. Narsistlər belə yetişir. Ona görə belə evdən bu aqressiv məsələyə gələndə odur. O biri məsələ ki, manipulatordur, ələ alıb. Orada da çox vaxt bayaq dediyimiz mövzu kimi ata əvəz olunub. Uşaq həyat yoldaşının rolunu alıb və həmin uşaq istədiyini elə bil evin böyüyü rolu alıb kimi iyerarxiya çevrilib. Burada da ana ilə işləmək lazımdır. Atanı təzədən ailəyə qaytarmaq lazımdır. Əgər bu olmayacaqsa, bu cür uşaqlar sırf psixoloqla otaqda qaldı deyə düzələcək belə bir şey yoxdur. Burada belə bir məqam da var. Bilmirəm haqlıyam mı yoxsa yox. Bəzən atalar qız uşaqlarını özləri belə yetişdirir anaya qarşı. Çox anadan üstün tuturlar qızı. Məsələn, çox müşahidə edirəm. Tutalım, ana üzr istəyirəm, qələt eləyir, ged elə. Anan nə bilir? Bunu nənələr də eləyir bəzən. Belə ananın hörmətini salırlarmı? Yəni o avtoriteti uşağın əlinə verirlərmi? Bu fakt varmı? Bu da düzgün deyil. Ananı uşaqdan üstün tutmaq kimi də yox, amma qız uşağıdırsa xüsusilə atanın anaya da göstərdiyi sevgini görməlidir, hədiyyələrini görməlidir. Məsələn, belə bir video görmüşdüm mən. 14 fevralda ata həm anaya gül alır, həm qıza. Niyə?
bu sevgililər günüdür və Onu mən yo, də inciyər görmüşdüm. axı. Eyni reaksiyanı mən də Yəni vermişdim. inciyər, incisin. Bu sevgililər günüdür. Ana ata bir-birini sevir. Bu gün mənim həyat yoldaşımın, sevgilimin bayramıdır. Ona hədiyyə aldım. 8 martda okey, qızına da ala bilər, yoldaşına da ala bilər. Papalarla da bu istiqamətdə işləmək olar ki, qızı üstün tuta bilməzsən. Sevə bilərsən, sevgini göstərə bilərsən, amma ananı alçaldaraq yox. Və necə ki oğlanlar identifikasiya keçir, qızlar da keçir və 5-6 yaşlı qızlar deyə bilər anaya: "Sən bunu bilmirsən, mən səndən ağıllıyam, mən səndən gözələm." Bilirik, biz başa düşürük bu nə ilə bağlıdır və bunu etməkləri normaldır. Əsas bizim verdiyimiz reaksiyadır ki, sən ağıllı ola bilərsən qızım, amma mən də ağıllıyam və bəlkə də səndən də ağıllıyam. Bu mesajı ötürmürüksə vaxtında, əlbəttə o anada əzilmiş, basılmış ola bilər. Gülşən xanım, belə başa düşdüm ki, onda uşaq tərbiyəsində belə deyək, ümumiyyətlə ailədə önəmli olan hər kəsin öz yerində olmasıdır. Bəli. Yəni o rolları dəyişik salmayaq. Bu da bizə yəqin ki, əvvəldən gəlir bu nənələrdən, babalardan, analardan. Nənə baba da uşaq tərbiyəsində çox önəmli bir rol oynayır. Yaxşı. İstəyirəm bu haqqda da biraz danışasınız. Deyirlər, nənə baba uşağı qudurdur. Mən nənə babanın uşağı qudurtmağının tərəfdarıyam. Və hesab edirəm ki, nənə baba uşağı yeganə şərtsiz sevən insanlardır. Çünki biz valideynlər uşaqlarımızı şərtsiz sevmirik. Həmişə şərt qoyuruq. Bu cür olmalıdır, onu olmalıdır, bu olmalıdır, dişi çıxmalıdır, gəzməlidir, vaxtı, boyu uzanmalıdır. Nənə baba sevir. Normalda, yəni üstünlükdə də saysaq sevir. Və uşağın bu cürə sevgiyə ehtiyacı var. Neyniyək, amma uşaq orada istədiyini eləyib, evə gəlir, sonra burada da həmin qaydaları istəyir. Burada da belə bir qayda var. Orada olar. Orada nənə babadır, onların evidir, öz qaydalarıdır, nə istəyirlər eləyə bilərlər. Burada bizim qaydamız var, bu evdə bunlar olmaz. Uşaqlar bir müddət çətinlik çəksələr də öyrəşirlər. Çətinlik bir ailədə, bir evdə yaşayan ailələrdir ki, nənə baba da ailədə orada qalır. Bu düzgün deyil, mən bunu həmişə deyirəm. Ən böyük çətinlik çəkən uşaq olur orada. Çünki uşaq eyni anda bir neçə rol yaşaya bilmir. Həm nəvə, həm övlad onun üçün çətindir. Biz həm yoldaş, həm ana, həm gəlin olmağı bilərik. Amma uşaq buna hazır deyil hələ. Onun psixikası çox zəifdir. Ona görə də bilmir harda, kimlə, necə, nə olar, olmaz. Və orada desək ki, struktur qurun, uşaq yazıqdır, bir qayda, bu mümkün deyil. Amma ayrı yaşayan ailələr üçün, okey, nənə baba gildə get, sərbəst. Bu biraz terapiya da oxşuyur. Orada sərbəstsən, rahatsan, azadsan. Yenə qayıdırsan, yenə ev tapşırığı, yenə diş veyu, əl veyu, disiplin, rutin. Bizim də arada ehtiyacımız var. Biz də məzuniyyət götürürük axı. İşdən məzuniyyət götürürük, gedib sadəcə dənizdə uzanmaq istəyirik, heç nə etməmək istəyirik. Uşaqlarda da eyni belə bir his var. Və mən tərəfdarıyam ki, nənə baba şərtsiz bizim uşaqlarımızı sevsinlər. Hər şey bu qədər sadə imiş. Biz isə narahat idik ki, həmişə uşaq getdi, dəyişdi, başqa bir uşağa dönüşdü, ay nənəsi pozdu, babası pozdu. Yəqin ki, valideynlərin də, xüsusən anaların da biraz rahatlamağa ehtiyacı var. Bu qədər hər şeyi gərginləşdirməyə və ciddiləşdirməyə də ehtiyacı yox idi. Mənim özüm üçün də bəzi informasiyalar yeni oldu. Minnətdaram sizə. Ümid edirəm ki, bir daha görüşərik. Dəvətiniz üçün təşəkkür edirəm. Mənə də çox xoş oldu. Çox sağ olun.